Yanla, başladıq. Birinci sualdan uşaqlar. Birinci sualda bizə deyir ki, naqildə cəryan şiddətinin zamandan asılı qrafiki verilib. Deyir ki, 10 saniyə ərzində keçən yükün miqdarı. Bizə bilirik ki, i bərabərdir Q bölünsün T düsturu var da, düzdür uşaqlar? Ay sağ. Onda mən buradan keçən yükün miqdarı Q'nü tapsam, yazacağım i vurulsun T. Yəni 0.2-ni də ona vuracağım, cavab eləyəcək 2 kulon. Yəni D variantı. Aydındır? D variantı. Keçən elektrik yükü miqdarı. Aha, baxırıq ikinci sual. Bax, ikinci sual maraqlı sualdır. Əslində bunu dəfələrlə izah eləmişəm siz üçün. Necə yazmaq lazımdır buna? Bizə deyir ki, sabit dövrətmə tezliyində mərkəzə qaçma təcili. Uşaqlar, burada tezlik sözü görürsünüz. Tezlik sözü görürsünüzsə, onda mən təcilin bu düsturunu yazacağım. Tezliklə bağlı düstur. 4 pi kvadratı n kvadratı vur r. Məndən dövrətmə tezliyini istəyir. Onda mən buradan n kvadratını tapsam, təcili böləcəm. Nəyə? 4 pi kvadratı vurulsun r-ə. Əla. İndi uşaqlar, burada kvadratdır da, mən buradan kök almalıyam. Tezliyin kvadratıdır bu. Kök alsam, olacaq a bölünsün, daha doğrusu, kökün içində 1 bölünsün 2 pi olacaq. 4 pi kvadratı kökdən çıxacaq. Vurulsun kökün içində a bölünsün r. Bax, düsturun belə olacaq. Yaxşı, bu qrafiki bizə niyə verib? Baxın uşaqlar, bu qrafiki ona görə bizə verib ki, mən buradan tangens alfanı tapmalıyam. Yəni bu bucağın ya tangesini ya da tangesini tapmalıyam. Gəl bu bucağın tangesini tapaq. Buradan bir dənə perpendikular endirdik. Tangesi necə tapılırdı? Bura A-dırsa, onda burada A olacaq. Bura R-dirsə, burada R olacaq. Tangens alfa qarşı katetin hipotenuz, daha doğrusu bitişik katdə olan nisbətidir. Onda mən tangens alfanı buradan tapsam, mənə verəcək A bölünsün R-i. Əla. Onda mən tangens alfanı buradan tapdım. A bölünsün R-dir. Onda buradan da mənə A bölünsün R lazımdır da. Yəni tezliyin düsturu 1 bölünsün 2 pi vurulsun kök altında A bölünsün R-dir. Yaxşı, A bölünsün R özü tangens alfaya bərabər deyil. Onda həmin A bölü R-in yerinə mən tangens alfa yazacağım. 1 bölünsün 2 pi vurulsun kök altında tangens alfa. Tangens alfa. Bu da bizə nə verdi? Tangens alfa bölü 2 pi, cavab A variantı. Aydındır. Baxırıq üçüncü suala. Üçüncü sualda bizə deyir ki, deməli, cəryan şiddətinin amplitud qiymətini hesablayın. Buraları silək, buraları silək. Demək olar, dəyişən cəryan dövrəsinə qoşulmuş müqavimət 25 ohm olan naqildə ayrılan istilik miqdarı. Dəyişən cəryan dövrəsinə qoşulmuş müqaviməti R bərabərdir. Nə qədərdir? 25 ohmdur. Düzdür? Ay sağ. Və bizə deyir ki, cəryan şiddətinin amplitud qiymətini hesablayın. Biz bunu necə hesablayacağıq? Q-nün istənilən qiymətində yerinə qoyub tapacağıq. Bax. Biz bilirik ki, Joule-Lenz qanununa əsasən i kvadratı RT-dir. Düzdür uşaqlar? Deməli, mən buradan, məndə amma bu i onun təsir edici qiymətidir. Bax, diqqətli olun. Məndən isə onun amplitud qiymətini istəyir. Deməli, ilk öncə belə bir hal bilirəm də, mən belə bir yanaşma görürəm ki, i təsir edici bərabərdir i maksimal bölünsün kökdə 2-yə. Bu düsturu mən bilirəm. Buradan mən i maksimalı tapmalıyım. Yəni, gəlin i-ni buradan birinci tapaq. İndi mən hesablama asan başa gəlsin deyə 10 saniyəyə uyğun 20 götürəcəm istilik miqdarını. Onda yazacağım ki, 20 bərabərdir. i kvadratı vurulsun 25 vurulsun 10-dur. Onda mən i kvadratını buradan tapsam, 20-ni böləcəm. 25 vurulsun 10-dur. Bu da olacaq 2 bölünsün 25. Deməli, i kvadratı bərabər oldu 2 böl 25-ə. Yaxşı, i özü nəyə bərabər oldu? Kökdə 2
Kökdə 2 bölünsün kökdə 25 yazacağım. Aşağılama asan olsun deyə. Deməli mən buradan kökdə 2 vurulsun. Nəyi tapdıq? Deməli kökdə 25-dir. Bu da bərabərdir. Bu da bərabərdir. Kökdə 2, 25-dən də kök çıxacaq 5. Onda mən i-nin təsir edici qiymətini tapdım ki, kökdə 2 bölünsün 5-dir. Yaxşı, mənə lazım olan i maksimaldır. I maksimalı da buradan tapacağım. Baxın, buradan tapacağım. Onda mən i maksimalı tapsam, kökdə 2-ni vurmalıyam i-nin təsir edici qiymətinə. Onda i maksimal bərabər olacaq kökdə 2 vurulsun i təsir edici də burada kökdə 2 böl 5. Bu da bizə verəcək, deməli, kökdə 2-ni kökdə 2-yə vuranda 2, 2-ni də 5-ə böləndə 0,4 amper. Cavab 0,4 amperdir. C variantı. Aydındır uşaqlar, diqqətli olmaq lazımdır. Bəzi şagirdlər götürürlər buradan i-ni tapırlar ki, kökdə 2 böl 25-dir. Aləmi vururlar bir-birinə, sualı səhv çıxardırlar. Deyirlər ki, sual səhvdir. Diqqətli olmaq lazımdır. Bu həmişə təsir edici qiymətdir. I təsir edicinin kvadratı RT və i maksimalla təsir edici ilə əlaqə düsturu budur. Keçirik 4-cü suala. 4-cü sualda bizə deyir ki, cismin maksimal qalxma hündürlüyü. İlk öncə uşaqlar, mən şaquli yuxarı atılmış cismin hərəkətinə baxacağam. Şaquli yuxarı atılmış cismin hərəkəti. Şaquli yuxarı atılan cisim necə hərəkət edir? Deyin elə. Hə? Yavaş. Yəni sürəti get-gedə artır, ya azalır? Azalır. Aysa, sürəti get-gedə azalır. Aha. Baxın uşaqlar, bu mənim yer səthimdir. Mən buradan əgər bir cismi V0 sürəti ilə yuxarı atıramsa, onun hərəkət trayektoriyası belə olacaq. Onda bu nöqtədə, bu təpə nöqtədə bunun son sürəti olacaq 0. Həmin bu maksimal hündürlüyü, mən bu maksimal hündürlüyə deyəcəm. Həmin bu maksimal hündürlük, yer səhətindən maksimal hündürlüyə biz h maksimal demişdik. Və bunun neçə saniyə qalxırdı? Yəni cisim atıldığı andan təpə nöqtəyə qalxdığı saniyəyə deyirdik t qalxma, yəni qalxma müddəti. Onda fikir verin. Koordinatın ən maksimum olduğu nöqtə haradır? Burada, düzdür? Aha. Bir saniyə. Bir saniyə. Aha. Demək uşaqlar, koordinatın bu təpə nöqtəsində, koordinatın ən təpə nöqtəsində öz maksimal qiymətini alır da. Onda harda maksimal qiymətini alır? Təbii ki də ən maksimal nöqtəyə qalxdığı anda. Onda biz deyə bilərik ki, bunun qalxma müddəti 2 saniyədir. Deyə bilərik də, ən təpə nöqtəsi haradır? Bura. Və o nə qədərdir? Ona uyğun zaman 2 saniyədir. Onda deyə bilərik ki, 2 saniyədir və məndən maksimal hündürlüyü istəyir. Maksimal hündürlüyün də qalxma müddəti ilə bağlı düsturu budur. JT qalxma kvadratı bölü 2. Bu da bərabərdir. 10 vurulsun 2-nin kvadratı 4 bölü 2. Bu da bizə verəcək 20 metr. Deməli, bunun qalxdığı bu h maksimal nə qədər imiş? 20 metr imiş. Aydındır uşaqlar. Eşidirsiniz məni? Ay sağ ol. Aha. Keçirik 5-ci suala. 5-ci sualda maraqlı bir kondensatorla bağlı sualdır. Deyir ki, intensivlidir. Uşaqlar, intensivliyin düsturunu bilsəz bunu yazacaqsınız. Biz də bilirik ki, Y bərabərdir. Potensiallar fərqinin məsafəyə olan nisbəti bizə intensivliyi verir. Əla.
Onda gəl yazaq. Və hesablama asan olsun deyə bunu götürəcəm. Ona uyğun D-ni də 1 sm-dir. Elə bizdən də kilovatla istəyir. Kilovat bölünsün metrlə istəyir. Bu da nə qədər verəcək bizə? Deməli, çevirək metrə 10 bölünsün 1 sm, 1 sm neçə metrdir uşaqlar? 0,1 metr, düzdür? Bu da bərabərdir. 10 vurulsun, hesablama asan olsun deyə 1. Bu da bizə verəcək nə qədər? 10.000. Daha doğrusu 1000, nə 10.000? 1000. Əla. Onda bu 1000'dir. Yaxşı, 1000 neçə kilovatdır? 10 üstü 3 deyil bu. Deyəcək ki 1 kilovat böl metr. Volt böl metr daha doğrusu. Cavab Y. Yəni intensivliyin düsturunu bilsəz, Y bərabərdir. O bölünsün də bunu yaza biləcəksiniz. Keçirik 6-cı suala. 6-cı sualı sizlərə müraciət eləmək istəyirəm. 6-cı sualı Xədicə necə yazmısan? M bərabərdir İKT düsturundan. Aha, sonra Oradan kanunu tapmışam. M bölünsün İT'dən. M-lə düzdür deyənə K1 böyükdür, K2 böyükdür, K3. M-lə düzmüsən. Bizdən nə istəyir? Bizdən deyir ki, aslı qərb vermiş, hansı münasibət doğrudur? Yaxşı, indi sən mənə de görün. Burada biz dedik ki, K elektrokimyəvi ekvivalentidir uşaqlar. K bərabərdir M bölünsün Q. Yaxşı, K M böl Q-dən necə asılı idi? Bunu kim deyəcək Xədicə? Hə? M-lə düz Q-dən tərs. Xədicə. Yoxsa asılı da olur. Uşaqlar, necə idi ümumiyyətlə bu sual? Kim deyər mənə? M-lə Q bir-birinə asılıdır deyə asılı olmur. Ümumiyyətlə yox, siz elektrokimyəvi ekvivalentdir. Biz elektroliz hadisəsi M bərabərdir K vur Q. K elektrokimyəvi ekvivalentdir. Bu K. M bölünsün Q-dən necə asılıdır? Aslı deyildi də. Aslı deyildi. K sadəcə K-nın düsturu nə idi uşaqlar? 1 bölünsün Y vurulsun N-a vurulsun molyar kütlə bölünsün N. Belə bir düstur var idi. Düzdür? Aysa. İndi uşaqlar, baxın, burada gəl açılışı yazaq. Elektroliz hadisəsi K vurulsun Q-dür. Q-nün də yerinə mən K vurulsun, I vurulsun T yazıram. I özü bərabərdir Q bölünsün T olduğundan. Onda mən buradan K-nı tapsam, M bölünsün, I vurulsun T yazacağım. Mənə nə deyir? Eyni zaman müddətində T sabitdir. Yaxşı, M bölünsün I. Mən baxmalıyam buna. İlk öncə deyin görün mənə. Burada nə yazmısınız? Bir-bir soruşacağım. Əsəbləşdim artıq. Ayda nə yazmısan bu suala? Aydan Bu yoxdur. suala buradayım da müəllim. Burada heç nə yazmamışam mən bu suala. Bilirsiniz niyə mən düşdüm? İkinci hissədən Lorentz qüvvəsi kimi mən keçməmişəm. Yaxşı. Murad, nə yazmısan bura? Bura mən də onun dəqiq yazmamışam, mən tam yazmamışam. Natavan sən? Deməli, təzə qoşulanlar Nuraydı, bir də Özləmdir. Özləm, Nuray, siz düşünün bu sual haqqında. Deməli, Ramin, sən nə yazmısan? Mən bura işinə Yaxşı. Şamar, sən? yazmamışam. Nə oldu da uşaqlar? Səbriyə, sən nə düşünürsən? Mən burada hamısını bərabər götürmüşəm. Hamısını bərabər. Xədicə dedi. Ömər, sən? Necə yazmışam? Uşaqlar, siz nə düşünürsünüz? Özləm, Nuray. Bir variant ola bilər. Ola bilər, sual verirsən mənə, mən səndən soruşuram. İzah elə. Orada K M-lə düz asılıdır. Onun için M1 böyük, M2 böyük, M3'dən ondan da mütəməsil olaraq K1 böyük, K2 böyük, K3'dən. Deməli uşaqlar, ilk öncə
mən baxmalıyam. Bu ümumiyyətlə mənə deyir ki, elektrokimyəvi ekvivalentdir. Baxın uşaqlar. Buradan bir dənə perpendikulyar endirək. Ümumiyyətlə fərqi yoxdur. Gəl buradan çəkirəm. M-in ta ki i-dən asılıq. 3 dənə xəttdir. Belə, belə, bir də belə. Buradan bir dənə düz xətt endirirəm. Bu bucağın alfası ta ki alfa 1 olsun. Bu bucağın alfası alfa 2 olsun. Bu bucağın alfası da alfa 3 olsun. Yaxşı, bu bucaqların alfa tangesləri nəyə bərabərdir? Qarşı katet burası M olsun. Bitişik katetdə i-dir də. M bölünsün i deyil. Aysa. Onda tangens alfa yazıram bura. Tangens alfanı tapdım ki M bölünsün i-dir. K'nın da yerinə M bölünsün i vur t olduğundan tangens alfa böl t yazacağım. Çünkü m bölün tangens alfa değil. Onda burada tangens alfa yazacağım. Düzdür? Mənə deyir ki, eyni zaman müddətində t'lər sabitdir. Onda k tangens alfa ilə necə asılıdır? Düz asılıdır. Bizə bilirik ki, tangens alfa artan funksiyadır. Tangens özü artan funksiyadır. Bucağı böyük olanın tangesi də böyükdür. Yəni burada alfa 1 kiçikdir alfa 2 kiçikdir alfa 3-dən. Deməli deyəcəm ki, K1 də kiçikdir, K2 kiçikdir K3-dən. Tangesi böyük olanın K'sı da böyükdür. Hədərə bu sualı verməyib sizə. Dim o qədər, yəni sadə düşünməyib uşaqlar, diqqətli olun. K1 kiçikdir, K2 kiçikdir, K3. İndi daha doğrusu mən burada səhv yazdım. K üstüləri mən bunu 1 götürdüm. Mən bunu 1, 2, 3 belə adlandırdım. Belə adlandırdım. Amma burada adlandırma fərqlidir. Burada olacaq K1 böyükdür, K2 böyükdür K3-dən. Yazmısınız yazmısınız. Amma necə yazmısınız izah edə bilmirsiniz. Cavab olacaq burada Y variantı. Başa düşdünüz uşaqlar bu sualı necə yazmaq lazımdır? Tangesdən yanaşın suallara. Xədicə deyir ki, müəllim M-lə düzdür. M-lə necə düzdür? Axı biz demədik K heç birindən asılı deyil. Biz burada tangens alfanı ortaya salmalıyıq. Diqqətli olun uşaqlar. Açıq tipli suala düşsə, əgər məsəl üçün situasiya düşsə, siz əgər yazsaz ki, M-lə düz, I-lə tərs, sizə bal verilməyəcək. 0 bal veriləcək sizə. Başa düşdünüz? Aha. Tangens alfanı ortaya salmalısınız belə suallarda. Keçirik 7-ci sualda. 7-ci sualda bir cism maqnit sahəsində yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsi. Lorentz qüvvəsi ilə bağlı bir sualdır. Yaxşı, necə asılıdır? Tezlikdir, perioddur. Necə asılıdır? Sürətdən, impulsdan, nə bilim, kinetik enerjidən. Aslı deyil. Ay sağ ol, aslı deyil. E variantı. Keçirik 8-ci sual. Bu düz xətti ilə bağlı bir sualdır. Deyir ki, müşahidə anından 10 saniyə sonra nöqtələr arasındakı məsafəni hesablayın. Uşaqlar, biz məsafəni bizdən istəyirsə, S-i istəyirsə bizdən, S-i istəyirsə məsafə. Ən yaxşı üsul bu fiqurun sahəsini tapmaqdır. Bu fiqurun sahəsini tapın, belə suallardır. Canınız bitsin. Yaxşı, bu nəyə oxşuyur? Trapesiyaya oxşuyur. Trapesiyanın da sahəsi A plus B bölü 2 vur H idi. Buradan bura məsafə saha tapmaq üçün mənfi mənə lazım deyil. Bu məsafə 10-dur. Bu məsafə 15-dir burası. Burası 20-dir. Aradakı məsafə nə qədərdir uşaqlar? 35 olar. Olar da. Deməli 10 plus 35 bölü 2 hündürlük də 10-dur. Bu da bərabərdir. 45 vur 5 225. Cavab C. Aha. Keçirik 9-cu suala. Bax bu sualda. İndi deyəcəksiniz ki, müəllim, mü heç birindən asılı deyil. Mən götürmüşəm A variantı. A variantı yazan var? Hə uşaqlar? Eyni sualdır. Yaxşı, bu sualı kim deyəcək mənə? İzah elədiyimdə xahiş edirəm. Diqqətli olun. Kim deyəcək? Şamar, Rüfət.
Hə uşaqlar? Müəllim, De. F sürtünmə bölünsün endi. Biz F də burada bərabərdir, mü vurulsun endir. Aha. məni tapırıq F sürtünmə bölünsün endi. Aha. Burada tam gəlsin tapırıq. A, Birdən sağ ol. iki. Burada tangent Ayrı. bayaqki kimi. Birinci alfadır, ikinci alfa 1 deyirəm, buna alfa 2 deyirəm. Alfa 2 görürsünüz ki, uşaqlar bir düz xətt üzərindədir və onun bucağı eynidir. Bucağı eyni isə onda mən bura yazacağam ki, mü 1 bərabərdir mü 2-yə. Amma ikincinin bucağı daha böyük olduğuna görə, yəni alfa 2 böyük olduğuna görə alfa 1, bunlar böyük olacaq mü 3-dən. Başa düşdünüz? Aydındır uşaqlar. Bəli. Aha, keçirik 10-cu suala. Deyir ki, liftin yuxarı hərəkət edən lift. Deməli bu lift A təcili ilə yuxarı gedir. Liftdə 50 kiloqram kütləli adamın çəkisini hesablayın. Çəkinin düsturu necə idi uşaqlar? P bərabərdir n vurulsun. Yuxarı gedəndə düstur necə idi? J plus A. Ay sağ ol. J plus A. Yaxşı, indi məndə burada təcil yoxdur. Təcil necə tapacağam? V bölü T. V bölü T. Boy, təzə çıxıb düstur. Təcilin V bölü T düsturu təzə çıxıb uşaqlar. V minus V0 bölü T. Ay sağ ol. V çıx V0 bölü T. Yaxşı, burada hər görürük ki, başlanğıc sürəti 0-dır. Yəni başlanğıcdan 0-dan başlayıb hərəkətə. 2 saniyəyə uyğun sürəti 4-dür. Onda mən təcili tapsam 4 çıx 0 bölü 2 təcil oldu 2. Onda kütlə 50-dir. Vuracaq 10 plus 2. Bu da bizə verəcək 600 Newton. Cavab Y. Belə suallar. Bu qəbula bundan artığı düşmüş alın. Nə etmək lazımdır? Özünüzü qorxutmayın. Maksimum şəkildə diqqətli olmaq lazımdır. Çalışmaq lazımdır. Elektrik hərəkət qüvvəsini necə idi uşaqlar? Elektrik hərəkət qüvvəsi. Delta fi, indi mənfisini yazmıram da, bölünsün T idi də, düzdür? Delta fi bölünsün T idi. Yaxşı, buradan delta fi'ni tapanda, bax bu aralığa baxmayacam. 16-dan 4'ü çıxanda 12, 12'ni də 3'ə böləndə bizə verəcək 4 volt. Cavab D. Baxırıq 12-ci suala. Aha. Mənə deyir ki, tərpənməz blok vasitəsilə, mən bizə bilirik ki, tərpənməz blokda qazanc yoxdur. V ip bərabərdir V yükə, A ip bərabərdir A yükə. Və mənə deyir ki, yükün çəkisini tapın. Hələ ipin yerdəyişməsi nə qədərdirsə, elə yükün yerdəyişməsi də o qədər. Yox, əgər tərpənən olsaydı, artıq biz yükü 2-yə vuracaqdıq. Əla. Onda potensial enerjinin düsturu bilirik ki, mg h-dır. Çəki də mg olduğuna görə yazacağam P vur h. Onda mən buradan P-ni tapsam, potensial enerjini böləcəm nəyə? H-a. Gəl 4-ə uyğun potensial enerji 6-dır. Daha doğrusu 60-dır. 60-ı 4-ə böləndə cavab bizə verəcək 15. D variantı. Keçirik 13-cü sual. 13-cü sual uşaqlar maraqlı bir sualdır. Şamar, buradasan sən? Bəli. Dünən işlədiyiniz sınavda bir dənə sual var idi. O sualı mən evə gəldim. Daha doğrusu evə gəlmədim. Elə səndən sonra Rüfət ilə işlədəndə o sualı bir şeyin fərqinə vardı. O sualı indi deyəcəm burada. Bu potensial elektronun qüvvə xətlərinin istiqamətə getməsi zamanı yerdəyişmənin qrafiki. Aha. Uşaqlar, ilk öncə biz bilirik ki, qüvvə xətləri, yəni intensivlik xətləri hardan hara yönəlir? Müsbətdən mənfiyə doğru yönəlir. Ümumiyyətlə, bu qayda belədir. İntensivlik müsbətdən mənfiyə və sahəyə daxil olan proton. Biz də bilirik ki, proton müsbət yüklüdür. Proton müsbət yüklüdür. Bu müsbət bu müsbəti itələyəcək, amma mənfi bu müsbəti cəzb eləyəcək. Onda elektrik hərəkət qüvvə, elektrik sahəsi tərəfindən təsir edən qüvvə F sağa olacaq. Yaxşı, F sağa oldu, sürət də sağadır. Onda deyirəm ki, F sağadırsa, təcil də sağadır uşaqlar. Onda təcillə sürət hər ikisi eyni istiqamətdirsə, bu necə hərəkətdir? Yeyinləşən hərəkətdir. Əla.
Onda yeyinləşən hərəkətin qrafikləri hansıdır burada? Deyin elə mənə. Biri C-dir, biri də D-dir də, düzdür? C x oxu istiqamətində, D isə x oxunun əksi istiqamətində yeyinləşəndir. Yaxşı, x-in istiqaməti də sağa olduğuna görə, sürətin istiqaməti də sağa olduğuna görə mən niyə gedim bu C qala-qala x oxunun əksinə götürüm? Deməli, doğru variant C-dir də. Düz demirəm? Aha. Deməli, uşaqlar, bir dənə başa düşdünüz bu sualı? Bəli. Aha. Deməli, sualımız nədən ibarət idi? Şamar, sual necə idi? Yadındadır sənin? Deyəm, burada var da, buradan açsın. Bir saniyə, bir saniyə, bir saniyə. Deməli uşaqlar, maraqlı bir sualdır əslində, maraqlı bir sualdır. Onun izahını indi verəcəm. Şamar, diqqətli qulaq as. Diqqətli qulaq. Çünki o sual Rüfətginlə işləyəndə başqa şey gördük orada. Açılsın, açılsın. Baxaq. Göz açılır, açılsın. Baxaq suala. Aha, açıldı ekran. Ömər, bugün sənin sualın. Ömər, buradasan? Ömər. Buradayım müəllim. Aysel, bugün işlədiyimiz sualdır. Hanı bu sual? Aha, baxın. Baxın suala. Sual bundan ibarətdir. Deyir ki, proton bir cins elektrik sahəsinə daxil olur. Onun koordinat zaman qrafiki hansıdır? Bax, burada olanlar. Sizə 2 dəqiqə vaxt verirəm. 2 dəqiqə. 2 dəqiqədən sonra hər fikirlərinizi deyərsiniz. 22:16-da deyəcəm sizə. Aha. Düşünün biraz. İndiki bu sualdan demək olar ki, eynilik təşkil edir. Sadəcə biraz orada ayrı temalar var. Düşünün. Ben bu yazdığımız sınavda Hə, yazdığımız sınav. cevabını bilirəm burada. Hə, bilirəm. Sadəcə Rüfət, orada biraz bir-iki nüans var. Orada sən dərsi tez qurtardıq dərsi. Daha doğrusu vaxt qalmadı da. Orada deyə bilmədik. İndi onları deyəcəm. Qeyd götürərsən. Yaxşı mən. Aha, bəs eləyər məncə bu qədər. Deyin görüm uşaqlar necə idi vəziyyət? Nə tapdınız burada? Müəllim, mən deyə bilərəm. De. Burada birinci sürətlə təcili istiqamətlərini tapdım. Aha, nə oldu? Sürət soladır, amma təcil də soladır. Ona görə ikisi də eyni istiqamətdə olduğuna görə bərabər yeyinləşən hərəkət olacaq. Aha. Sonra bərabər yeyinləşən hərəkətdə də düsturumuz belə idi. x0 çıx v0t çıx at kvadratı bölü 2 idi. İşarələri eyni olmalı idi. Ona görə də parabol olacaqdı. Amma parabol adama qolları aşağı olmalıdır. B variantı. B variantı. Maraqlı yanaşmadır. Amma orada bir-iki dənə səhvim var. Digər Xədicə nə düşünürsən? Sahə müsbətdən başlayıb mənfiyə gəlsə, proton da müsbətə gəldiyini mən deyirəm yavaş-yavaş gedir. Ona görə mən B deyirəm. B deyirsən. Aha, sonra digərlərin fikri, Səbriyə, Özləm. Daha sonra təzə qoşulanlar, Nicat, Nihat, sizlər. Ömər, Rüfət və Şamar. Sizlərdən kənar hər kəs. B.
Nuray Dadaşova. Sən nə düşünürsən Nuray? Müəllim, mən tapa bilmədim. Səbriyə sən? Mən də bilmirdim. Yaxşı. Baxın uşaqlar, diqqətlə qulaq asın mənə. Bu sualı necə həll etmək lazımdır? Baxın, maraqlı bir sualdır. Biz bilirik ki, qüvvə xəttləri, baxın, intensivlik xəttləri, indi burada biraz bunu artıraq. Deməli, intensivlik xəttləri müsbətdən mənfiyə gəlir də həmişə. Bunda bu tərəf müsbət olacaq, bu tərəf müsbət olacaq, bu tərəf isə nə olacaq? Mənfi olacaq. Əla. Və bu protondur, bu müsbət yüklü zərrəcikdir, bu protondur. Deməli, bu protona elektrik tərəfindən, elektrik sahəsi tərəfindən təsir edən qüvvə müsbəti itələdiyindən, mənfi isə müsbəti cəzb etdiyindən elektrik qüvvəsi sağa olacaq. F. Sağadsa, onda təcil də həmçinin o da sağa olacaq. Amma sürətə fikir verirsək, bu V0 sürəti ilə sola gedir. V0 sürəti ilə sola gedir. Baxın uşaqlar, bu necə hərəkət eləyəcək? Bu yavaşın hərəkət eləyəcək, düzdür? Bu yavaşın hərəkət eləyəcək. Yavaşın hərəkətdə sürət get-gedə nə olurdu? Azalırdı da, düzdür uşaqlar? Ay sağ. Sürət get-gedə azalırdı. Yəni sürət get-gedə azalırdı. İndi bu gedəcək. Birinci yavaşın hərəkət eləyəcək, gedəcək. Bu lövhəyə dəyəndə, artıq bunun sürəti bu lövhəyə çatana qədər bunun sürəti olacaq 0. Həmçinin bu tərəfə gedəndə bunun əksinə elektrik sahəsi tərəfindən qüvvə təsir edir də, onu sağa da artır. O sağa da artır da, bu qüvvə heç vaxt kəsilmir. Amma bunun son sürəti isə get-gedə deyəcək bu lövhəyə çatanda son sürəti olacaq 0. Yəni bunun sola aparan artıq heç bir təsir yoxdur. Sola aparan heç bir təsir yoxdur bu zərrəciyi. Sola aparan heç nəsi yoxdur. Sürəti oldu 0. Onda sürəti 0-sa, bunu sağa dartan isə elektrik qüvvəsi var da, elektrik sahəsi. Onda sağa bunu dartırsa, sürəti 0 olandan sonra artıq bu başlayacaq sağa doğru getməyə. Sağa doğru getməyə və bunun sürəti nə olacaq? Daha doğrusu sağa doğru getməyə və olacaq hərəkətin istiqamətində yeyinləşən hərəkət eləməyə. Uşaqlar, qapı döyülür bir saniyə. Ya da döyülsünə baxacam sonra, nəysə. Deməli, bu başlayacaq. Sola doğru gedir. Bunun son sürəti 0 olandan sonra artıq bunu sol tərəfə aparan heç bir təsir yoxdur. Bu ancaq sağa doğru hərəkət eləyəcək. Yəni F qüvvəsinin təsiri ilə. Onda bu cisim koordinatın zamandan asılı qrafiki müəyyən bir nöqtədə son sürəti olacaq 0. İlk öncə yavaşın hərəkət eləyəcək. Sürəti bir nöqtədə 0 olandan sonra artıq başlayacaq F qüvvəsi də başlayacaq bunu sağa doğru dartmağa. F qüvvəsi bunu sağa doğru dartmağa başlayacaq yeyinləşən hərəkət eləməyə. Baxın, başlayacaq yeyinləşən hərəkət eləməyə belə. Qapıya baxarsan da zəhmət olmasa. Aha, başlayacaq yeyinləşən hərəkət eləməyə. Deməli uşaqlar, başlayacaq yeyinləşən hərəkət eləməyə və buradan baxın, müəyyən bir tez zaman müddətində bunun son sürəti oldu 0. Və son sürət 0-dırsa, bunu sola aparan heç bir təsir yoxdur. Ancaq bu cisim, bu zərrəcik proton müsbətə doğru hərəkət eləyəcək. Yəni F qüvvəsinin təsiri ilə. Ona görə bu yeyinləşən hərəkət eləyəcək ikinci hissədə. Yeyinləşən hərəkət eləyəcək ikinci hissədə. Onda qrafikimiz olacaq, cavabımız olacaq D variantı. Aydındır. Başa düşür uşaqlar. Bildiniz nəyə görə B variantı olmaz? B variantında ilk öncə bu yavaşın hərəkət deyil uşaqlar, diqqətli olun. Ümumiyyətlə ilk öncə bu yavaşın hərəkətin qrafiki deyil vəbşi. Mən bu qrafiki buradan kəssəm,
gətirib bura qoysam, bu x oxunun əksinə yeyinləşən hərəkətdir. X oxunun əksinə yeyinləşən hərəkətdir. Bax, diqqətli olun. Aha. Ümumiyyətlə bu B variantı, çoxunuz B variantı yazıb. B variantı uşaqlar yavaşlayan hərəkətin qrafiki deyil. Elə ilk başdan da əgər şagird bilsə əgər bu yavaşlayan hərəkət edir birinci halda, ikinci hissədə yeyinləşən hərəkət edir, qrafiklərdən də, cavablardan da tapa bilər. Bu A variantıdır, Y variantıdır. Bunlar bərabər sürətli hərəkətdir. Bərabər təcili lazımdır mənə. A və Y səhvdir. C variantında yeyinləşəndir. Yeyinləşən necə eləyəcək? Təcillə sürət əks istiqamətdir. Bir dənə D variantı qalırdı orada. B variantını da bilsə ki, X oxunun əksi yeyinləşəndir. Ona görə bir dənə D variantı var. Aha, maraqlı sualdır. Keçirik suallarımıza. 14-cü sual. Uşaqlar, 14-cü sualda mənə deyir ki, impulsun dəyişməsi. Impulsun dəyişməsi P bərabərdir F vurulsun T. İndi burada fiqurun sahəsində, bu fiqurun sahəsi də bizə üçbucaqdır. Üçbucaqdır, üçbucağın da sahəsi 2/1 AH-dır. 8-i vuracaqsınız 6-ya, hündürlüyə. Böləcəksiniz 2-yə, bu da bizə verəcək 24. Cavab C. 15-ci sual. 15-ci sualda deyir ki, baxın uşaqlar, belə bir düsturumuz var idi. İnduksiya cəryanı ilə bağlı elektrik hərəkət qüvvəsi L vurulsun delta I bölünsün delta T. Var idi belə düstur. Müəllim, orada 8 vurulsun 10 bölsün 2 olmalı değildi. 2/1 A bir saniyə. A düzdür, düz üzülürsən uşaqlar, düzdür. Deməli, burada bəli, düz deyirsən, hündürlük 8-dir, çəkilən tərəf isə 10-dur. 8 vur 10 bölü 2, bu da 40 verəcək bizə. C yox, cavab Y-dir. Düzdür, Rüfət. Aha. Yaxşı, uşaqlar, 15-ci sualda mənə düsturu kim deyəcək? Hə? Enerji düsturunu. Enerji düsturu yox, bu epsilondan delta I bölü delta T arasındakı düstur. İnduktivliklə bağlı olan düsturu, Səbriyə. Nə olacaq? L vur delta I bölü delta T. Delta I bölü delta T. Aha. Oradan onda mən L-i tapa bilərəm uşaqlar. Yaxşı, bu L-i tapandan sonra düstur necə olacaq? Epsilon delta I bölü delta T. Necə? Epsilon böl. Delta I bölü delta T. Ay salyan. Delta I bölü delta T bir formadadır. Onda bir formadadırsa mən onu necə götürəcəm? Elə bir ədəd kimi götürəcəm. 0.8 bölünsün 4 kimi götürə bilərəm. Düzdür? 0.8 bölünsün 4 kimi götürə biləcəm. Bura 4 yazacağım. Bərabərdir 0.8 bölünsün 4. Bu da bizə induktivli də bizə verəcək 0.2. Əla. Demək uşaqlar, biz induktivliyi tapdıq. Əla. İndi maqnit sahəsinin enerjisini necə tapacağam? Cəryanı L2 kvadratı. L2 kvadratı bölünsün 2. Əla. L2 kvadratı bölünsün 2-dir. Uşaqlar, sualları tez qutaraq. Kanala göndərdiyim bir-iki dənə məsələ var. O məsələlərin izahını vermək istəyirəm. Çox maraqlı məsələlərdir. Bugün Ömərlə də məsələlərə baxdıq bir-iki dənə. Ömər, buradasan? Buradayım müəllim. Ay sağ ol. O bugün işlədiyimiz məsələni də işləyəcəyik bugün. Çox qəşəng sualdır. Qəbula düşə bilər, niyə də düşməsin, amma biraz düşündürücü sualdır. Deməli, uşaqlar, biz L-i tapdıq. L-i tapdıq 0.2. Əla. Cəryan şiddətini də bizə verib 3. Məndən maqnit sahəsinin enerjisini istəyir. Onun da düsturu L-i kvadratı bölü 2-dir. Bərabərdir 0.2 vur 9 bölü 2. Bu da eləyəcək 0.9. Cavab C. Baxırıq 15-ci suala. Uşaqlar, bizə deyir ki, 6 metr yolda görülən iş. Görülən iş də F vurulsun S-dir.
Amma biz burada artıq fiqurun sahəsini tapmalıyıq. Hər hansı bir fiqurun sahəsi. 6 metr yoldan 6-nı vuracaqsınız 4-ə, düzbucaqlı olduğuna görə böl 2. Bu da olacaq 12 metr. Daha doğrusu 12 col. Bəzi şagirdlər 6-nı görən kimi 6-nı vurur 4-ə, yazır 24. Vsyo. Biz 24 cavabda yoxdur. İlk öncə belə qrafiklərdə, uşaqlar, belə qrafiklərdə həmişə yadda saxlayın. Biz qrafiklərin təhlillinə baxırıq da bu gün. Belə qrafiklərdə əgər hər hansı bir kəmiyyət burada qalan kəmiyyətlərin hasilindən ibarətdirsə, belə qrafiklərdə düzbucaqlı olduğuna görə həmişə dəyərləri yerinə qoyanda 2-yə bölməyi unutmayın. Mütləq şəkildə. Bax, mütləq şəkildə. Artıq siz 11-ci sinifsiz, qəbula cəmi bir ay qalıb. Bunları mən deməyimə ehtiyac yoxdur, amma ki bilirsiniz siz bunu. Ona görə mütləq şəkildə bilmək lazım. Əla. Həndəsi optika ilə bağlı mükəmməl bir sualdır. Bu düşə bilər qəbula. Bax, qəbula 100% düşə bilər. Belə sual. Deməli uşaqlar, biz kimsə əlini qaldırıb. Aha. Demək uşaqlar, biz bilirik ki, böyütmə necə idi ümumiyyətlə? Böyütmə bərabər idi F bölünsün D düsturu idi də bizdə, düzdür? Yəni xəyalın məsafəsi, xəyalın daha doğrusu linzadan olan məsafəsi, bir də cismin linzadan olan məsafə. Mənə deyir ki, hansı ən böyük qiymətə uyğundur? Bunun ən böyük qiyməti alması üçün F ən böyük qiymət almalıdır, D ən kiçik qiymət almalıdır. Onda F-in ən böyük, D-nin ən kiçik qiyməti o da 1 nöqtəsidir. Cavab B variantı. Keçirik 18-ə. Mexaniki rəqslər və dalğalarla bağlı qəşəng bir sualdır. Mənə bu nöqtədə, uşaqlar, bu nöqtə 36 nə deməkdir? Təcilin amplitud qiyməti 36-dır. Mənə rəqslərin amplitudu istəyir. Uşaqlar, mən ilk öncə məndə nə istəyir? Rəqsin amplitudu xm istəyir. Mən bu xm-lə və təcillə bağlı düsturumu yazıram. A maksimal bərabərdir omega kvadratı vurulsun x maksimaldır. Deməli, mən buradan omeganı tapmalıyam. Dövri tezliyi tapmalıyam. Necə eləyirəm? Baxın, diqqətli olun, uşaqlar. Belə sual düşə bilər. Həmişə kosinus qanunu ilə rəqs eləyəndə 4 dənə dilim götürürsünüz. 1, 2, 3, 4. Və 4-cü dilimin axırıncı nöqtəsinin altında qalan zaman sənə periodu verəcək. Period bərabər olacaq 0.4. Onda omeganı mən tapanda 2 pi bölünsün t olduğundan 6 böl 0.4 bu da bizə 15 verəcək. Deməli, omeganı mən 15 tapdım. Əla. Onda gəl xm-i tapam. Xm də bərabərdir təcil A maksimal bölünsün omeganın kvadratıdır. A maksimal 36-dır. Omeganın kvadratı 15-dir. Yazacağım 15 vur 15 bərabərdir. 3-ə böləndə 12 3-ə böləndə 12, 3-ə böləndə Sual 16 santimdir mənim. bilmirəm ki, bu riyaziyyatçı sizsiniz də uşaqlar. Sual 16 santimdir mənim. 0,10'u 6 alınır, o da 16. 12-ni böləcəm, 5 vurulsun 15-ə. Təzədən bunu 3-ə x'ə aparacağam. 4 dəfə. Bunu 3-ə aparacağam. 5 dəfə. Bu da olacaq 4 bölünsün 25. 400-ü də 25-ə böləndə nə qədər eləyir uşaqlar? Deməli, düzdür, elə 16 santimetrdir. Rüfət, sənə güvəndim də mən. Cavab Y. Aha. Baxın uşaqlar, burada kosinus qanunu ilə rəqs eləyəndə desəm, yəni müəyyən bir amplituddan başlayıb rəqs eləməyə, periodu tapmaq üçün həmişə 4 dənə dilim anlayışından istifadə eləməliyik. 4 dənə dilim. Və axırıncı dilimin altında qalan saniyə sizə periodu verəcək. Yaxşı, indi bu kosinus qanunu yox, sinus qanunu ilə rəqs eləsə, uşaqlar, fikir verin. Artıq burada sinus qanunu ilə rəqs eləyir. 1, 2, T. Baxın uşaqlar, sinus qanunu ilə rəqs eləsə, yəni koordinat başlanğıcından başlasa rəqs eləməyə 2 dənə dilim götürürsünüz. 1 dilim, bu da 2 dilim. Vsyo. Və ikinci dilimin axırıncı qotaracağındakı qalan zaman sənə periodu verəcək.
T bərabər olacaq 2. Period bir tam dövrə sərf olunan zaman deyildi uşaqlar. Bir tam dövr eləyirdi, bir period olurdu da, düzdür? Onda fikir verin, bu nədir? Bu bir dənə yarım çevrədir. Bu da ikinci yarım çevrədir də. İkinci yarım çevrənin bitəcəyi 2-də qutarır, 2 saniyədə. Deməli, sənin periodun 2-yə bərabərdir. Amma burada kosinus qanunu rəqs eləyəndə isə, kosinus qanunu rəqs eləyəndə yarım çevrələri çəkirəm siz üçün. Yarım çevrələr belədir. Fikir verin. Bu yarım çevrə bura düşür. Bir yarım çevrə bura düşür. İkinci yarım çevrə isə bu nöqtəyə düşür. Onda yarım çevrə belə olacaq. Və yaxud da 4 dənə dilim götürərsiniz. Başa düşdünüz? Aha. Baxırıq 19-cu suala. 19-cu sual rezonansla bağlı bir sualdır. Rezonans. Biz bilirik ki, rezonansın baş verməsi üçün indi kompüter sönəcək. Deməli, rezonansın baş verməsi üçün rezonansın baş verməsi üçün məxsusi rəqslərin tezliyi sərbəst rəqslərin tezliyinə və yaxud da bucaq sürətinə bərabər, dövri tezliyinə bərabər olmalıdır. Onda biz rezonans hadisəsi harda baş verir? Ən təpən, ən çox olduğu halda da ona uyğun olan tezlik də 2-yi götürürük həmişə. Ən çox olanı. Onda tezlik nəyə, omega nəyə bərabərdir da? Rezonansdır, mən indi fikir verirəm, bizdən tutumu istəyir. Əla. Rezonansdır uşaqlar. Deməli, mən buradan omeganı 2 vurulsun 10 üstü 3 götürəcəm. İnduktivliyi də bizə verib 0,25, məndən tutumu istəyir. Baxın uşaqlar, omeganın bu düsturundan istifadə edəcəm. 1 böl kök altında LC. Belə idi düstur uşaqlar, ya necə idi? Deyin hələ. Belə idi. Ay, sağ ol. Yaxşı, indi mən bunu kvadrata yüksələcəm. Kvadrata kök içində omeganın kvadratı 1 böl LC idi. Mən buradan tutumu hesablasam, olacaq 1 bölünsün L vurulsun omeganın kvadratı. Onda bu da bərabərdir 1 bölünsün 0,25 vurulsun. Deməli 4 vurulsun 10 üstü 6 kvadrata yüksələndə. Bu da bərabərdir 1 bölünsün. Bu bizə nə verəcək? Bu 1 verəcək də bizə. 1 vur 10 üstü 6. 10 üstü 6 yuxarı gedəcək. Olacaq 10 üstü mənfi 6 böl 1. Bu da 10 üstü mənfi 6 1 mikrofarad deməkdir. Çünki mikrofarad nə qədərdir? 10 üstü mənfi 6. Ay sağ, 10 üstü mənfi 6. Cavab da bizə verəcək A variantı. Bax, diqqətli olun, maraqlı sualdır. 2 dənə bölmənin qarışığından sizə sual verir. Bax, qəbula da belə suallar düşür. Qəbulun bundan artığı düşmür. Belə suallar düşür. Çünki yoxlamaq istəyir ki, şagird necə, hər tərəflidirmi, ya təkcə bir bölməni bilirmi? Ona görə də diqqətli olmaq lazımdır. Baxır 20-ci sual. 20-ci sual uşaqlar maraqlı bir sualdır. Nə yazmışsınız ora uşaqlar? Deyin hələ, Aydan nə yazmısan ora? Mən bunu yaza bilməmişəm. Aha, Xədicə sən necə yazdın? B yazmışam. B yazmısan. Baxın uşaqlar, burada biz ümumiyyətlə sizə belə bir şey deyim. Biz Şamar, Ömər, nə yazmışsın ora Ömər? Şamar. Mən B yazmışam mənim. B, Şamar sən? Şamar yenə yatıb. Mən də B yazmışam. Aha. Uşaqlar, biz ilk öncə mənə qulaq asın. Biz Arximed qüvvəsinə keçəndə belə bir düsturla sizə demişdim. Düzdür Rüfət? Nə düsturudur bu? Cismin maydəki çəkisi. Bəli, mən. Cismi maddəki çəkisi P bərabər P0 sıxılsın Arximed Ümumiyyətlə, qüvvəsidir. cismin maydəki çəkisi havadakı çəkisindən, bu havadakı çəkisidir. Havadakı çəkisindən Arximed qüvvəsi qədər azdır. Bu, cismin maydəki çəkisidir. Aydındır. Cismin maydəki çəkisi havadakı çəkisindən, yəni normal şəraitdə, çöldə olan çəkidən Arximed qüvvəsi qədər azdır. Yaxşı, biz gələk, baxın. Məsələn, 10-u götürürəm. Ona uyğun Arximed qüvvəsi nə qədərdir? 10-dur.
Və yaxud 10 götürməyək, 5 götürək, daha biraz şey olsun. 15 ilə 5-i götürürəm. Bu P uşaqlar cismin mayeədəki çəkisidir. Cismin mayeədəki çəkisinin ona təsir edən Arximed qüvvəsindən. Yəni cismin mayeədəki çəkisini buna P0 yazacağam. 15. Arximed qüvvəsi nə qədərdir? Ona uyğun 5-dir. Əla. Onda mən havada olan, daha doğrusu cismin mayeədəki çəkisinin ona təsir edən Arximed qüvvəsində olan asılı qrafiki bizə verilib. Aha. Onda mən uşaqlar burada cismin mayeədəki çəkisini tapa bilərəm. Daha doğrusu P0 yox, elə P'dir, P. Mən bura P0 yazdım. P'dir, P uşaqlar. P-ni bizə verib 15. F Arximedi bizə verib nə qədər? 15-ə uyğun Arximed nə qədərdir? 5. Əla. İndi uşaqlar, mən buradan P0 tapa bilərəm, bunun mayeədəki çəkisini, daha doğrusu havadakı çəkisini. Yazacağım ki, 15 bərabərdir, P0 çıxılsın 5. Yaxşı, bunun P0'ı nə olacaq? 20 olacaq. Mən tapdım ki, bunun havadakı çəkisi nə qədərdir? 20-dir. Newtondur. Yaxşı, indi A nöqtəsini deyin. İndi siz mənə deyin görün. Bu A nöqtəsində cismin suda çəkisi nə qədərdir? 0 olar A nöqtəsinə uyğun. Hə, Aydan? 0 olar burada çəki. Bax, A nöqtəsinə uyğun P 0'dır da. Ay sağ. Bəli. Deməli, bu nə deməkdir? Bu hansı halı alıb o J? Çəkisizlik. Çəkisizlik alıb da, yəni sərbəst qalır. Hansı halda bu çəkisizlik ola bilər? Arximed qüvvəsi maksimum halda olanda. Yəni bu cisim artıq çıxıb suyun səthinə. Bəli. Aydındır? Bəli. Bu cisim suyun səthinə çıxıb, yəni Arximed qüvvəsi öz bütün gücünü sərf edib bunu qaldırıb yuxarı. İlkin halda Arximed qüvvəsi az idi. İlkin halda deyək ki, bu üzür suyun içində, daxilində. Amma Arximed qüvvəsi buna maksimum öz qüvvəni təsir edib buna. Bunu çıxardıb suyun səthinə olub yuxarıda. Əgər cisim suyun səthində üzürsə, çəki 0-a bərabərdir. Ona görə çəki 0-a bərabər olanda gəl tapaq da P bərabərdir. P0 çıx F Arximeddən. P0'dır. P0 nə qədərdir? Daha doğrusu P0'dır. P0 20'dir. Onun havadakı çəkisi çıx F Arximed. Onda buradan da F Arximed tapırıq 20. Deməli nəyə bərabərdir? A nöqtəsində 20. Uşaqlar, və yaxud da siz bunu buradan da tapa biləcəksiniz. Bu düsturu bilsəydiniz əgər, görəcəksiniz ki, əgər A nöqtəsində çəki 0'dırsa, deməli Arximed qüvvəsi özü hamısı onun çöldəki çəkisinə, yəni P0'a bərabərdir. P0'ı da buradan tapa bilərsiniz. Aydın oldu uşaqlar. O vaxt çəkisizlik yaranır ki, cisim suyun səthində üzəndə. Bax, maraqlı sualdır. Suyun səthində üzəndə. 2 dənə bölməni sizə xatırladır. Artıq bir bölməni xatırladır əslində, amma ki, biraz analiz tələb edir. 21-ci sual. 21-ci sualda buraları silək. Fotoeffektlə bağlı bir sualdır. Nə etmək lazımdır ki, fotocəryan şiddətinin katodla anod arasındakı gərginlikdən asılı qrafiki verilib. Fotoeffektin qırmızı sərhədinə uyğun. Fotoeffektin qırmızı sərhədi minimal bərabərdir 5 vurulsun 10 üstü 14'dür. Məndən fotonun enerjisini istəyir. Uşaqlar, saxlayıcı gərginlik də yadınızdadsa əgər bunu götürürdüm mən. Saxlayıcı gərginlik modulunu götürürdüm. O saxlayıcı bərabərdir -3. Yeni də verib H Planck sabitində bizə verib. Bu düstur necə yazılır? Uşaqlar, ümumiyyətlə fotonun enerjisi, fotoeffekt hadisəsi necə idi? Biz demişdik ki, fotoeffekt hadisəsi işığın, daha doğrusu elektronun üzərinə, yəni maddənin üzərinə işığın düşməsi nəticəsində
maddədən elektronların qopması hadisəsidir. Yəni elektronlar katoddan qopur, anoda doğru hərəkət edir. Düzdür? Və həmin o ayrılan enerji iki dənə yerə sərf olunur. 1. Maddəni elektronu maddədən qoparmaq üçün sərf etdiyi çıxış işinə, yəni gördüyü çıxış işinə, bir də maddənin katoddan qopub anoda doğru getməsi üçün, sürətlənməsi üçün malik olduğu kinetik enerjiyə. Yəni bu fotonun enerjisi iki enerjiyə sərf olunur. Bir kinetik enerjiyə, digəri isə maddəni, elektronu maddədən qoparmaq üçün gördüyü çıxış işinə. Və biz də bu düsturun başına biraz oyun açırdıq. Yeknetiki saxlayıcı gərginlikdir. YO kimi yazırdıq. Açıqışı da H minimal kimi yazırdıq. H minimal. Əla. Onda gəl yazaq. Y nə qədərdir? 1.6 dəyərləri yerinə qoyaq. -19 vurulsun. Deməli, gərginlikdə 3-dür. Üstə gəl H 6 tam %66 10 üstü -34 vurulsun minimal nə qədərdir? 5 vur 10 üstü 4. 5 vur 10 üstü 14 daha doğrusu. Bərabərdir. Y foton bərabərdir. 1.6-nı 3-ə vuranda eləyəcək 4.8 vur 10 üstü -19. Üstə gəl 6.6-nı 5-ə vuranda deməli bu eləyəcək 33 10 üstü -20. Uşaqlar, bu üslərin eyni dəyərə gəlməsi üçün, yəni hər ikisini -19-a gətirmək üçün bu 4.8 10 üstü -19 olduğu kimi qalır. Üstə gəl 3.3 yazıb 10 üstü -19 yaza bilərəm mən bunu. Yaza bilərəm də -19. Əla. Onda gəl bunları toplayaq. Y foton bərabərdir. Mən 10 üstü -19-u mötərizə xaricinə çıxarsam 4.8 üstə gəl 10 üstə 3 üstə 3. Bu da eləyəcək 10 üstü -19 vurulsun 8.1 Joule. Deməli fotonun enerjisi buradan tapdım. 8.1 10 üstü -19 Joule. Cavab D variantı. Aydın oldu uşaqlar? Bəli. Ay sağ ol. Aha. İndi baxırıq 22-ci sual. Bax 22-ci sual biraz çaşdıra bilər sizi, amma heç çaşdırmasın. Bugünkü sualdan demək olar ki, bunu aradan qaldıracağıq. İlk öncə uşaqlar, biz xüsusi istilik tutumunun düsturu necə idi? Bax. Birinci xüsusi istilik tutumunun düsturu Q bərabərdir Cm delta T, düzdür? Yanma istilin, buxarlanma istilin düsturu necə idi? L vurulsun M idi, düzdür? Aysa. İndi uşaqlar, mən buradan C-ni tapsam, istilik miqdarı Q-ni böləcəm M delta T-yə. Düzdür uşaqlar? Aysa. Amma buradan mən L-i tapsam, Q-ni böləcəm M-ə. Əla. Düsturları yazıq. İndi mənə deyir ki, eyni kütləli. M-lər sabitdir. Yaxşı. İndi baxırıq qrafikə. Uşaqlar, burada Q bölünsün delta T və yaxud da deməli Q bölünsün L Q ilə bağlıdır. Birinci gəlin. Bu buxarlanma istiliyini aradan qaldıraq. L Q ilə düz asılı olduğuna görə Q-nün artması istiqamətində getməlidir. Ona görə də Q2 böyükdür Q1-dən yazacağam ki, L2 də böyükdür L1-dən. Bax, xüsusi buxarlanma istiliyini aradan qaldırdıq. Bizə əsas maraqlı hissə buradır. Q bölünsün M delta T. Demək uşaqlar, burada nə etmək lazımdır? Burada da elə bayaqki Tangens məsələsi ilə yanaşa bilərik suala. M sabitdir onsuz da. Onda mən buradan bir dənə düz xətt keçirsəm, baxın, bir də qırmızını çəkim, diqqətli olun. Belə sualların həlli. Bax, buradan bir dənə qırmızı keçirsəm, bu bucağın, biraz bunu balaca ilə yazın, bu bir dənə nəsə alınmadı.
Aha. İndi bunu ayrı rənglə ifadə eləsək. Fikir versək uşaqlar, 1-in bucağı alfa 1, 2-nin bucağı alfa 2-dir. İkinci qrafik. Və yaxşı, bu bucağın alfaları bizə nə verəcək? Gəl tangiz alfanı oradan tapaq. Tangiz alfa bizə nə verəcək oradan? Tangiz alfa bərabərdir, qarşı katet t idi, bitişik katdə q idi. Düzdür? T'nin q'ya olan nisbəti də T'nin q'ya olan nisbəti. Amma məndən T'nin q'ya olan nisbəti yox, q'nun t'yə olan nisbətidir. Yəni bunun tərsidir, düzdür? Bunun tərsidirsə, mən 1 böl tangiz alfa yazacağam. Bərabərdir q böl t. 1 böl tangiz alfa da mənə tangiz alfanı verəcək. Trigonometriyanı da beləcə təkrar elədik. 1 böl tangiz alfa bizə tangiz alfanı verəcək. Yaxşı, bucağa fikir versəz, alfa 1 kiçikdir alfa 2-dən. Və kutangizdə bütün rüblərdə azalan funksiya olduğuna görə ümumiyyətlə, yəni bucağı artanda, bu alfa bucağı artanda kutangiz azalır. Onda senin düsturu mən burada yazacağım. Kutangiz alfa bölünsün m. Kutangiz alfa bölünsün m. Fikir verin, nə maraqlı bir mənzərə alınacaq. İndi kutangiz alfa bucağın artdığına görə bu azalacaq. Bucaq artdığına görə bu azalacaq. Onda S də kutangiz alfanın düz asılı olduğuna görə S də azalacaq. Onda alfa 2 böyükdürsə alfa 1-dən. Mən yazacağım ki S2 kiçikdir S1-dən. Bax, bu şərt ödənməlidir. Bunun fizikası budur. Həmçinin riyaziyyatı da budur. Ona görə, nəyə görə? Bax, üstdən keçirəm bir də. S-ni tapdıq. S bərabərdir. Q bölünsün. M vurulsun delta T. Biz tapdıq ki, Q bölünsün T. Bizə kutangiz alfanı verdi. Onda S-nin Q böl T-nin yerinə yazacağım kutangiz alfa bölünsün M. M onsuz da sabitdir. Eyni kütlədir. Onda S kutangiz alfa ilə necə asılıdır? Düz asılıdır. Burada görürsən ki, bucaq artır. Yəni, bucaq burada alfa 1 kiçikdir alfa 2-dən. Yəni, bucaq burada nə olur? Artır. Bucağın artması mənə lazımdır. Nəyə görə? Bucaq artdığına görə kutangiz alfa bucaqla tərs asılıdır. Kutangiz alfa azalacaq. Onda bu artmağa doğru gedirsə, S1 böyük olacaq S2-dən. Bayaqki məsələdə də yazmışdıq ki, L2 böyükdür L1-dən. Cavab olacaq D variantı. Baxın uşaqlar, bu sualın həlli bundan ibarətdir. İmtahana da düşsə, maksimum şəkildə ilk öncə əlinizin rahatlığı üçün bu eli bu düsturdan istifadə eləyərək tapacaqsınız. Q-ni isə Q-nun üzərində biraz işləməlisiniz. S bərabərdir Q M delta T-dən tapacaqsınız. Kimə qaranlıq qaldı bu hissə? Hə? Aydındır uşaqlar. Baxırıq 23-cü suala. Sualda uşaqlar bizə induktivliyi verib cəryan şiddətinin dəyişməsini istəyir. Uşaqlar. Deməli, bayaqki düstur yazdıq da epsilon bərabərdir L vurulsun, I bölünsün T. Mən buradan i-ni tapsam, epsilonu vuracam T-yə, böləcəm L-ə. Bu da bərabər olacaq. 5-ə uyğun 1 götürsək, 5-i böləcəm 2-yə. Yox, burada başqadır. Burada artıq başqadır. Əla. İndi görün, burada nə yazmışsınız uşaqlar? Hə? Mən Z yazmışam hocam. C. Nə yazırsan? Kim deyər uşaqlar? Necə yazmışsınız bunu? Mən indi baxdım, sualın axırını oxumamışdım. Mən siz yazdığınız kimi yazmışdım, demişdim sual səhvdir.
Sual səhvdir. Mən indi baxıram suala. Sualın arxasını oxudu. Xədicə necə yazmısan? Mən fiqurun sahəsini tapıb 10 yazmışam. Bir saniyə, bir saniyə. Ay, sağ ol. Grafikə fikir verməmişdim məsələ. Mən. Deməli, buraları silək. Bu niyə itirir elə belə? Deməli, bunu hesablayanda fiqurun sahəsi bəs induktivlik hə? Hədicə. İnduktivlik birdir damısında. Sonra birə vuracaq. Aha, bu niyə itirir? Bu bilmədim. Bunu kompüter niyə belə eləyir ki? Öz-özünə gedir yuxarı aşağı. Tövbə estağfurullah. Qayıtdı əvvəlki vəziyyətinə. Baxın uşaqlar, Xədicə düz deyir. Biz burada artıq bir yeri silə bilmirəm. Çox təəssüf ki, kompüter şey eləyib. Öz-özünə hərəkət edir. Bax, induktivlik, daha doğrusu epsilon bərabərdir. L vurulsun, I bölünsün T olduğundan mən I-ni tapacam. Epsilonu vuracam T-yə, böləcəm L-ə. Amma burada epsilon T sahənin nisbətidir. Bu niyə belə eləyir ümumiyyətlə? Kompüter nəsə şey eləyir. Baxın uşaqlar, mən buradan i-ni tapanda epsilon vurulsun T bölünsün 2L yazacağam. Ona görə bu fiqurun sahəsini tapmalıyıq. Bu fiqurun sahəsi də nə verəcək bizə? Hə? Xədicə nə verəcək? 10. 10 niyə? Hə, 2 saniyə ərzində deyir. 2 vurub 2-yə böl. On vur 2 böl 2 bizə verəcək 10. Düzdür. Cavab A variantı. 2 saniyə ərzində deyil. Mən 1 saniyə ərzində götürürdüm. Baxırıq 24-cü sual. 24-cü sual deyir ki, 5 saniyə ərzində mexanizmi gördüyü işi hesablayın. 5 saniyə ərzində. Gördüyü işdə uşaqlar. N vurulsun T'dir. Amma burada fiqurun sahəsini tapmalıyıq yenə. NT böl 2. Demişəmsə, belə suallarda həmişə sahəni tapanda ümumiyyətlə düzbucaqlı 2-yə bölməlisiniz. Onu vuracaqsınız 5-ə, böləcəksiniz 2-yə. Bu da sizə verəcək 25. Baxırıq 25. 25 yarım parçalama periyoduna bağlı məsələdir. Keçənki qəbul sınağında var idi bu. Baxın uşaqlar, n bərabərdir. N0 vurulsun 2 üstü mənfi T bölünsün T-yə əsasən. N0 bərabərdir yazacaqsınız. 4də 1 N0 vurulsun 2 üstü mənfi T bölünsün T. N0 x'lər gedəcək. N0 x'lər gedəcək. Hər tərəfi 4-ə vursaz 4 bərabər olacaq. 2 üstü mənfi T bölünsün T. 2-ni də 2 üstü 2 yaz. 4-ü də 2 üstü 2 yazsaz T bölünsün T olduğundan bunlar bərabərləşəcək. 2 bərabər olacaq. T bölünsün T və mənfi. T nə qədərdir? 12-dir. Yazacaqsınız ki 2 bərabərdir. Mənfi 12 bölünsün. Zaman da mənfi ola bilməz ümumiyyətlə yazırıq da. T də buradan bərabərdir 6 saat. Cavab B. Bu yarım parçalama periyodun düsturudur uşaqlar. Bunu ən axırıncı dərslərdə keçəcəyik. 26-cı sual. 26-cı sual uşaqlar, işi tapmaq üçün bu fiqurun sahəsini tapmalıyıq. Bu fiqurun sahəsi bura 3, bura nə qədərdir? 7. 3 plus 7 bölünsün 2 vurulsun 4-ə. Bu da bərabərdir 20 eləyəcək, amma azaldığına görə mənfi 20. Baxırıq 27-ci suala. Uşaqlar, bu fi vurulsun i böl 2 deməkdir, belə qrafik. Ümumiyyətlə, həmişə yadda saxlayın. Belə qrafik bayaqdan yazdığımız düzbucaqlı üçbucağın sahəsi deməkdir. Fi böl 2. Fi böl 2 də bizdə maqnit sahəsinin enerjisidir. Fi böl 2 maqnit sahəsinin enerjisidir. Diqqətli olun. Gəldik 28-ci suala. Deyir ki, sabit kütləli ideal qazın sıxlığının
mütləq temperaturundan asılı qrafiki verir. Baxın uşaqlar. 2-3 hissəyə fikir verin. 2-3 hissədə sıxlıq sabitdir. Sıxlıq o vaxtı sabit olur ki, hansı proses olsun? Hə? Sıxlıq harda sabitdir uşaqlar? İzobar. Harda? İzobar. Rüfət, izobar deyil, izoxorda sıxlıq sabitdir. Ha, sıxlıq. Mən təzyiqlə çaşdım. Sıxlıq konstant. İzoxor olmalıdır. 1-2-yə fikir versəz, təzyiqlə, daha doğrusu sıxlıqla temperatur tərs asılıdır. Sıxlıqla temperatur izobar prosesdə tərs asılıdır. Bunu yaddan çıxarmayın. Onda 1-2 izobar, buraya yazıram. 1-2 izobar, 2-3 isə izoxordur. Gəl baxaq qrafiklər. 2-3 dedik ki, izoxordur da, düzdür? Niyə həcm artsın burada? 2-3-ə fikir verin. 2-3-ə niyə burada artsın? Niyə burada temperatur sabit olsun? Baxırıq 1-2-yə. Daha doğrusu B-yə C-yə. İndi uşaqlar, baxırıq birinci B variantına. 1-dən 2-yə izobardır və izobar sıxılmadır bu. Çünki temperatur azalır. Azaldığı istiqamətdə gedir. Temperatur azalırsa, həcmlə temperatur hər ikisində azalmalıdır. Düz asılıdır bir-birindən. Deməli, 1-2-də, 1-2-də belə olmalıdır qrafik. 2-3-də də artmağı istiqamətdə belə. Cavab B. Ümumiyyətlə, C də səhvdir. İzoxordursa 1-2. Daha doğrusu izobarsa temperatur niyə sabit olsun ki? C də səhvdir. Doğru variant B variantı. 30. Difraksiya qəfəsi ilə bağlı sualdır. Difraksiya qəfəsi ilə bağlı sualdır. Diqqətli olmaq lazımdır. Burada bir şey görmək lazımdır. Ümumiyyətlə uşaqlar, difraksiya qəfəsində biz düstur yazanda D vurulsun sinus fi bərabərdir K vurulsun lambda idi. D qəfəs periodu, K maksimum minimum, lambda isə dalğa uzunluğu idi. İndi mənə deyir ki, neçənci tərtib? İkinci tərtib. Onda mən buradan K-nı 2 götürəcəm. Yazacağım ki, məndə nə istəyir? Difraksiya qəfəsinin periodu, D-ni istəyir. Onda K vurulsun lambda bölünsün sinus fi-dən. Yerinə qoyub hesablayaq. K2-dir. Lambda 400 nanometrdir. 400 bölü 10 üstü mənfi 9. Sinus fi-də 0,4. Bu da bərabərdir. 2 vurulsun, 4 vurulsun, 10 üstü mənfi 7 yazacağım. Bölünsün, bunu da 4 vurulsun, 10 üstü mənfi 2 yazacağım. Bu 4'lər x'lar gedəcək. Qalacaq buradan, deməli, 2 vurulsun, 2 vurulsun. 10 üstü mənfi 5. Bu da nə qədər verəcək bizə? Hardasa 20 mikrometr verəcək də. Bir dənə 0 azaltsaq, bir dənə 0 azaltsaq. 10 üstü mənfi 9. 4 vur 10 üstü 2'dir. 10 üstü mənfi 7. 10 üstü mənfi 7. 4 vur 10 üstü mənfi 2. Getdi 7 plus 2 5. Uşaqlar, bu bizə verəcək əslində 0,2 vur 10 üstü mənfi 6 alır ha. Amma harca hesablama səhv edirik. Cavab D variantı olmasına. Amma harca hesablama səhv elədik. Bir dənə 0 artıq A əksikdir. Bir dənə 0 əksiyimiz var. Mikrometr. Harda 0 əksiyimiz var uşaqlar? Bir də hesablamaya baxın. 2 vur 400 nanometr 10 üstü mənfi 9 bölünsün sinus fi-də 0'dan %4'dür. 0'dan %4'ü 4 vur 10 üstü mənfi 2 yazacağım. 4'lər gedəcək. 10 üstü mənfi 7. Nəysə də indi hesab bilmirik harda səhv var burada. Vaxt getməsin. Ümumiyyətlə gedişat belədir. Səhv ola bilər də texniki səhvdir, amma cavab D variantıdır. Yəni 2 ilə bağlı olan düzü bir dənə oldu. 30'a baxırıq. 30 düz xətti ilə bağlı, düz xətti deməyək. Əvəzləyici qüvvə, yəni Newton qanunlarıdır. Bilmək lazımdır. Həm düz xəttini bilmək lazımdır, həm də Newton qanunlarını bilmək lazımdır.
Ona görə uşaqlar qəbulda qrafik tipli məsələlər həmişə kombinasiyalı düşür. 1 qrafiki, 2 qrafiki, 3 qrafiki. Siz mənə deyin görün, 1 hansı hərəkətdir, 2 hansı hərəkətdir, 3 hansı hərəkətin qrafikləridir. Ömər, buyur, deyə elə. Ömər, eşidirsən məni? Eşidirəm mənim, eşidirəm. Birinci hansı qrafikin, hansı hərəkətin qrafikidir? Bərabər yeyinləşən. Ömər, bərabər yeyinləşən necə olsun axı o? İkinci qrafik necə qrafikdir? Hansı hərəkətin qrafikdir Ömər? Bərabər sürətli deməli. Yaxşı, 3 bəs. Onda 3 bərabər yeyinləşəndir. Yaxşı, 1 bərabər yeyinləşən. hansı istiqamətdə? X oxunun əksinə. 1 x oxunun əksinə bərabər yavaşayandır. Bəli. 2 bərabər sürətlidir x oxunun əksinə. 3 isə x oxu istiqamətində bərabər yeyinləşəndir. Siz bu 3-ü buradan kəssəz, gətirsəz, bura yapışdırsaz görəcəksiniz ki, həqiqətən həm təcil müsbətdir, həm də sürət müsbətdir. Deməli 1 x oxunun əksi bərabər yavaşayandır. X oxunun əksi dediyinə görə sürət zaman 0-dan kiçik. Yavaşayan dediyinə görə sürət mənfidirsə təcil müsbət olacaq. Onda mən qrafikləri çəksəm, f-in t-dən asılı qrafik. 2 bərabər sürətlidir. Həm qüvvə, həm də təcil ikisi də 0-dır. 3-də isə ikisi də 0-dan böyükdür. Onda birinci qrafik a 0-dan böyükdürsə, qüvvə də 0-dan böyükdür. Belə. İkinci qrafik 0. Üçüncü qrafik yenə belə. Çünki müsbətdir. Cavab B. Aydın oldu uşaqlar? Hə? Bəli, bəli. Bəli, mən Ay sağ ol. Deyin görün mənə. Xədicə neçə dənə düz yazdın? 30 sualdan. 27. 27. Səbirə sən? mən 5 dənə sualım var idi. 3-ü də səhvdir. Başa düşdün suallarını? Bəli. Aha, Şamar səndə? Şamar. Bayaq atdı mənim ona görə çıxdım. Aha, neçəsi düz yazdın? Mən bir dəqiqə hesablayım deyirəm. Yaxşı, Rami səndə? 23.